Azərbaycan hava yollarına məxsus təyyarənin qəzası ilə bağlı araşdırma tədqiqat mərhələsindədir. Yenavaz.com xəbər verir ki, bu barədə Qazaxıstanın Nəqliyyat naziri Marat Karabayev məlumat verib. Onun sözlərinə görə istənilən araşdırma bir neçə mərhələyə bölünür. Stat: birinci materialların toplanmasıdır ki, bu tamamlandı. İndi ikinci mərhələdə toplanmış materialların tədqiqat aparılır. Hazırda biz tədqiqat mərhələsindəyik. Statın sonu. O tədqiqat çərçivəsində yerli və xarici mütəxəssislərin Beynəlxalq Mülki Aviasiya Təşkilatı ilə birlikdə Bakıda, Qroznoda, həmçinin Rostov-na-Donda olduqlarını bildirib. Nazir həmçinin bildirib ki, tədqiqat üçün materiallar Qazaxıstandadır. Qeyd edək ki, Azalın Bakıdan Qroznoya uçan Embraer 190 sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də səhər saatlarında Qazaxıstanın qərbində Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub. Onlardan 38-i ölüb, 29-u sağ qalıb. İlkin məlumatlara görə təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb.